Eyni evdə iki yad insan kimi yaşayırsınız. Həyat yoldaşı deyil, otaq yoldaşı olmusunuz. Söhbətləriniz ancaq yeməyə nə bişirmisən, uşağı məktəbdən kim gətirəcək, filan şeyin pulunu ödəmisən kimi məcburi cümlələrdən ibarət olur. Bir vaxtlar saatlarla danışdığınız insanla indi bir neçə dəqiqə belə söhbət edə bilmirsiniz. Bir-birinizin yanında oturub, hətta eyni yataqda yatan iki fərqli dünyalara aid yad və soyuq insanlar olmusunuz. Qəlb qırıqlığı, incikliklər, küsüllüklər, günlərlə, aylarla uzaqlaşmalar və s. Bu vəziyyətə psixologiyada emosional boşanma deyilir. Yəni kağız üzərində olmasa da duyğularda, hisslərdə boşanma çoxdan baş verib. Bəs bunun əlamətləri hansılardır? 1. Evdə özünüzü rahat hiss etmirsiniz. Azad fikrə sahib deyilsiniz. Avramlıq və səmimiyyət, zarafat və gülüş yoxa çıxıb. 2. Problemləri danışmaq əvəzinə susmağa üstünlük verirsiniz. Çünki danışmağın bir xeyri olmadığını düşünürsünüz. Hər dəfə danışdıqda günahkar siz özünüz olursunuz. 3. Sizin uğurunuz, sevinciniz, kədəriniz həyat yoldaşınızın vecinə olmur. Olsa da əvvəlki kimi deyil, məcburi, can dərdi maraqlanır. 4. Bir-birinizi dinləməkdən zövq alan əvvəlki cütlük əvəzinə bir-birinizə səhv tutan, qışqıran, təhqir edən iki düşmən durumuna çevrilmiş adamlar olmusunuz. 5. Ailədə təşəkkür, sevgi, iltifat ifadələri tamamən eşidilmir. Ən təhlükəsi isə budur ki, bütün bunları övladlarınız görür, eşidir və hiss edir. Və insanların çoxu bunu normal ailə hesab edir. Bütün ailələrdə belə söz-söhbət var deyib, hazırki durumu düzəltməkdən boyun qaçırır. Bu sağlam münasibət deyil, əzizlər. Sağlam münasibət illərlə səbr etmək də deyil. Səbrin də, susmağın da yeri və zamanı var. Amma bütün ayları, illəri, ömrünü səbirlə keçirmək, özünü tükəndirməyə, övladlara özgüvənsizlik, depressiya yaşatmağa səbəb olur. Əgər münasibətinizin hansı vəziyyətdə olduğunu öyrənmək və analiz etmək istəyirsinizsə, bunun üçün hazırladığımız ödənişsiz münasibət testi tam sizə görədir. Sadəcə şərh bölməsinə test yazın, sizə link göndərək. Adınızın rəylərdə görünməsini istəmirsinizsə, mesaj yerinə də yaza bilərsiniz.